Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli Gəncə qalasına yaxın bir ərazidə bundan başqa deməli Gəncə mola bir də ki köhnə hamama, yəni hal-hazırda Novostroyka yaxın bir ərazidə 2,5 sot torpaqda bax bir zal 2 otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazır gördüyünüz kimi əla və keyfiyyətli təmir olunub. Polların çox möhkəm materialdır. Hal-hazırda otaqlardan birini göstərim. Bura hardasa 4-ün 5-ədir. Bura isə 5-in 5-ədir. Mənə bax bu cür məlumat verilib. Ola bilər ki, bax qarşıda deməli 2 ədəd şkafı görürsünüz. Polu taxtadır, möhkəm materialdır. Bax bu cürdür. Necə görürsünüz? Bu cürdə var təmiri. Otaqlar da gördüyünüz kimidir. Zalın uzunluğu 7,5, eni isə 4,5-dır. Bax belə bir həyət evinin qiyməti mənə deyilənə görə 120.000 manatdır qiymətində. Ancaq onu da deyiblər ki, yüksək səviyyədə razılaşma olmalıdır. İndi isə mən sizə mətbəxini göstərirəm. Bax bura harasa 3,5-ın 4-ədir. Yəni bax bu cür gedir. Burası isə min otaqdır. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqı gedən sənəddir. Bax gördüyünüz kimi deməli pilləkəni çox belə nadyojundur, yəni taxta deyil, etibarlı pilləkəndir. Yenidən mən həmin pilləkəni göstərirəm. 3, 6, 8, 9 ədəddir. Birinci mərtəbədə 2 ədəd, deməli 1 ədəd otaqdır, 1 ədəd isə əldamıdır. Bax qarşıda əldamını görmək mümkündür. Burası isə bax bu cürdür, belə bir otaqdır. İndi isə mən sizə navesin alt hissəsini göstərirəm. Maşın daxil olur. Qarşıda hamamını görmək mümkündür. Navesin alt hissəsi 16-nın 7-yədir. Yuxarıda istilik sistemi 2 minutkadır. Yuxarıda isə siz deməli harasa 1,5-2 tonluq bakını görürsünüz. Bax yenidən mən sizə navesin alt hissəsini göstərdim. Yenə təkrar edirəm. Gəncə şəhərində, yəni şəhərin özündə, başqa regionlar üçün də onu deyim ki, Gəncə mola yaxın bir ərazi, Gəncə qalasına yaxın bir ərazidə bax belə bir 2,5 sot torpaqda belə bir həyət evi satılır. Qiymətin 120.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax bu əraziyə yaxın belə deyim. Deməli Azərbaycan Dövlət Universitetinin baş korpusu yerləşir. Sonra Gəncə molunun qarşısında da bilirsiniz, bu tərəfdən 5 nömrəli orta məktəb yaxındır. Yəni bu ərazinin uşaqları bax belə deyim 5 nömrəliyə gedir. Əsnanoy. Yenidən mən sizə deməli navesin alt hissəsini göstərirəm. Bax belə sizlərə uğurlar.